Vanqanın 2026-cı il üçün qorxulu proqnozları. Məşhur Bolqarıstanlı kahin Vanqanın ekoloji fəlakətlər, geosiyasi problemlər və texnoloji irəliləyişlər barədə proqnozları 2026-cı ilə də aiddir. Ölkəz xəbər verir ki, Vanqanın gələn il üçün bəzi proqnozlarını təqdim edirik. Təbii fəlakətlərin xəbərçisi. Vanqa dəfələrlə insan fəaliyyəti ilə əlaqəli mümkün ekoloji fəlakətlər barədə xəbərdarlıq edib. Onun proqnozlarına görə 2026-cı ilə qədər bəşəriyyət qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və fəlakətli təbii hadisələr daxil olmaqla ciddi ekoloji problemlərlə üzləşə bilər. Xüsusilə o yer kürəsinin daha tez-tez silkələnəcəyini və suyun bir çox sahilləri örtəcəyini proqnozlaşdırıb. Bu, planetin əhəmiyyətli bir hissəsinə təsir edəcək mümkün zəlzələlərə, vulkan püskürmələrinə və ekstremal hava şəraitinə işarə ola bilər. Qlobal münaqişə təhlükəsi. Vanqa həmçinin böyük hərbi münaqişələrə səbəb ola biləcək mümkün geosiyasi problemləri də proqnozlaşdırır. Onun proqnozlarına görə aparıcı güclər arasında münaqişələrin 2026-cı ildə daha da şiddətlənməsi ehtimalı var. Yaxın Şərq, Cənub-Şərqi Asiya və Cənubi Asiyadakı gərginlik yalnız qlobal münaqişənin mümkün eskalasiyası qorxularını artırır. Yeni zirvələr və yeni təhdidlər. Vanqa texnologiyanın yeni zirvələrə çatacağını və bunun həm tərəqqiyə, həm də yeni təhlükələrə səbəb ola biləcəyini proqnozlaşdırıb. O, 2026-cı ildə də elm adamlarının görünməz qüvvələri ramedə, tibb və kommunikasiyada inqilab edəcək kəşflər ortaya qoya biləcəyini də ehtimal edib. Qeyd olunur ki, buraya kvant hesablamalarında, gen mühəndisliyində və ya müstəqil qərarlar qəbul edə bilən süni intellektin yaradılmasında irəliləyişlər daxil ola bilər. Resurs çatışmazlığı. Vanqa 2026-cı ildə bir çox bölgənin su və qida çatışmazlığı ilə üzləşəcəyini və bunun kütləvi miqrasiyaya və sosial çevrilişə səbəb olacağını proqnozlaşdırıb.